Hər birinizi xoş gördük, dəyərli həmvətənlər. Dünyanın ən nüfuzlu nəşrlərindən, fikir mərkəzlərindən biri sayılan Project Syndicate həbsdə saxlanılan Əli Kərimlinin geniş analitik məqaləsini dərc eləyib. Əvvəlcə istəyirəm qısaca bu proyekt nədir, hansı əhəmiyyəti var, nə dərəcədə önəmlidir, o barədə sizə qısa məlumat verim. Sonra məqalənin məzmununu sizə çatdıracağım. Hal-hazırda siz həmin saytı görürsünüz. Burada geniş bir məqaləni dərc ediblər. Əli Kərimlinin imzası ilə. Qeyd edeyim ki, bu platforma 1990-cı illərdən fəaliyyətə başlayıb və mərkəzi Praqada yerləşsə də hüquqi qeydiyyatı Amerika Birləşmiş Ştatlarındadır. Onun nüfuzu barəsində aşağıdakı faktları sadalamaq kifayətdir. Dünyanın 150-dən çox ölkəsində bu fəaliyyət göstərir, media şəbəkəsi var. 500-dən çox nüfuzlu media qurumu onun tərəfdarıdır. Yəni onun dərc etdiyi, onun istinad etdiyi məqalələri, faktları o nüfuzlu media orqanları da yayır. Məqalələr 66 dildə tərcümə olunur və paylaşılır. Bu platformada dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, məşhur iqtisadçıların, beynəlxalq münasibətlər üzrə ekspertlərin, aparıcı universitetlərin alimləri müntəzəm olaraq çıxış edir və bu platforma Əli Kərimliyə də indi imkan yaradıb ki, öz fikirlərini Azərbaycanla bağlı, Azərbaycandakı diktatura rejimi ilə bağlı fikirlərini bölüşsün dünya ictimaiyyəti ilə. Və mən indi hazırda o məqaləni sizin üçün oxuyacağam. Sizdən ricam ondan ibarətdir ki, kanalı bəyənin, öz fikirlərinizi yazın, tənqidləriniz də varsa və çalışın ki, indi oxuyacağım məqalədə səsləndirəcəyim fikirləri siz də öz ətrafınızda, öz çevrənizdə müzakirə edin. Beləliklə keçirik məqaləyə. Məqalənin sərlövhəsi belədir ki, ABŞ və Avropa Azərbaycanda demokratiyanın məhv edilməsinə göz yummamalıdır. 2026-cı ilin iyununda keçirilmiş parlament seçkilərində partiyasının qələbəsindən əvvəl də Nikol Paşinyan 8 il idi ki, Ermənistanın baş naziri idi. Lakin əvvəlki iki seçkidən 2018 və 2021-ci ildən fərqli olaraq bu dəfə o Rusiyanı ən çox qəzəbləndirən və xarici siyasət sahəsində ən aydın proqramla seçicilərin qarşısına çıxdı. Paşinyan Ermənistanın Rusiyadan asıllığına son qoymağı və Qərblə daha sıx inteqrasiyanı hədəflədiyini bəyan etdi. O həmçinin Ermənistanın Türkiyə və Azərbaycana, o cümlədən 10 illiklər boyu Azərbaycan-Ermənistan münaqişəsinin mərkəzində olmuş Qarabağa dair tarixi ərazi iddialarından imtina etdi. Beləliklə, Azərbaycanla davamlı sülhün əldə olunması və Türkiyə ilə münasibətlərin normallaşdırması üçün real imkanlar yaratdı. Rusiya Paşinyanın yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq üçün ciddi səylər göstərdi. Buraya Rusiyapərəst namizədləri gücləndirməyə yönəlmiş dezinformasiya kampaniyaları və Ermənistanın Avropa ilə əlaqələrini dərinləşdirmək cəhdlərinə cavab olaraq tətbiq edilən ticarət məhdudiyyətləri də daxil idi. Lakin Ermənistan seçiciləri bu təsirlərə aldanmadılar. Rusiyapərəst iki ən böyük partiya parlamentə düşmək üçün kifayət qədər səs toplasa da, Paşinyanın Vətəndaş Müqaviləsi partiyası parlamentdə çoxluğu təmin etdi. Beləliklə, Paşinyan Rusiyanın Cənubi Qafqazdakı təsirinin daha da zəiflədiyi, region ölkələrinin isə daha çox sülh, sabitlik və ABŞ-Avropa İttifaqı ilə əməkdaşlıq imkanlarının əldə etdiyi yeni regional nizam qurmaq üçün güclü xalq mandatı qazandı. Bu isə artıq Qərblə strateji tərəfdaşlıqlar qurmağa çalışan Azərbaycan üçün də mühüm imkanlar yarada bilər. 2026-cı ilin fevralında Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq haqqında xartiya imzaladı.
Sənədin məzmununa əsasən ümumi niyyətləri, dövlət və özəl sektor investisiyalarının səfərbər edilməsi, süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələləri əhatə etsə də, bu münasibətlərdə irəliyə doğru mühüm addımdır. Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə nəqliyyat, rəqəmsal texnologiyalar, enerji və ticarət sahələrində əməkdaşlığını da genişləndirir. Bütün bunlar ilk baxışdan Azərbaycanın maraqlarına xidmət edir. Lakin lazımı siyasi və hüquqi şərait olmadan belə tərəfdaşlıqlar Azərbaycan xalqı üçün gözlənilən nəticələri verməyə bilər. Azərbaycan 1993-cü ildən bəri Əliyevlər ailəsinin mütləq hakimiyyəti altında idarə olunur. 3-10 illiklərdən artıq müddətdə bu ailə demokratik institutları dağıdaraq, məhkəmə hakimiyyətinin müstəqilliyini zəiflədərək, seçki sistemini saxtalaşdıraraq, müstəqil medianı, vətəndaş cəmiyyətini və siyasi müxalifəti sistemli şəkildə repressiyaya məruz qoyaraq hakimiyyətini möhkəmləndirib. Bütün bunlara baxmayaraq, Azərbaycanlılar böyük şəxsi fədakarlıqlar bahasına olsa da, demokratiya uğrunda mübarizəni davam etdiriblər. Mən bu sətirləri Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Tədqiqatxanasından həyat yoldaşıma diktə edirəm. Mən ötən ilin noyabrında tamamilə qondarma ittihamlarla həbs olunmuşam. Bu ittihamlar əslində hakimiyyətin siyasi müxalifəti məhv etmək və fərqli fikirləri susturmaq niyyətini gizlətmək üçün istifadə olunan formal bəhanədən başqa bir şey deyil. Əl-Kərimli yazır. Həbsim məni susturmağa yönəlmiş uzun müddətli kampaniyaların son mərhələsi oldu. 20 il ərzində ölkədən çıxışıma qadağa qoyulmuşdu. Həbs olunana qədər isə 5 il ərzində yaşadığım evdə internet blokadası altında saxlanılmışam. Mən dəfələrlə saxlanılmış işgəncələrə məruz qalmışam. İndi isə tamamilə saxta ittiham əsasında 12 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmə təhlükəsi ilə üz-üzəyəm. Mən tək deyiləm. Əliyevlər hakimiyyəti dövründə minlərlə Azərbaycanlı uzun illər siyasi məhbus həyatı yaşayıb. 10 minlərlə insan polis zorakılığına məruz qalıb. Minlərlə vətəndaş isə sadəcə demokratiya tələb etdiyi üçün işgəncələr görüb. Hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus saxlanılır. Onların arasında 34 tanınmış jurnalist, o cümlədən 9 qadın jurnalist, vətəndaş cəmiyyəti fəalları, müxalifət liderləri və sıravi vətəndaşlar var. Mənə yaxın olan onlarla insan, ailə üzvlərimdən tutmuş siyasi silahdaşlarıma qədər saxta ittihamlarla həbs olunub. Lakin biz təslim olmamışıq və demokratiya ideallarımızdan imtina etməmişik. Bugün də əvvəl olduğu kimi Azərbaycana demokratiyanı gətirmək naminə istənilən fədakarlığa hazırıq. ABŞ və Avropa Azərbaycanın demokratikləşməsinə görə məsuliyyət daşımırlar. Lakin onlar da öz prinsiplərindən imtina etməməli. Azərbaycanda geniş miqyaslı repressiyalara, demokratiyanın sistemli şəkildə məhv edilməsinə göz yummamalıdırlar. Əliyev rejimi hesab edə bilər ki, Qərb tərəfdaşları üzərində kifayət qədər təsir imkanlarına malikdir və münasibətləri öz şərtləri ilə qurmağa qadirdir. Bu, xüsusilə Avropa üçün aktualdır. Azərbaycan 16 Avropa ölkəsinə təbii qaz, 20-yə yaxın ölkəyə isə neft ixrac edir və Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, Qərbi Çinlə Avropanı birləşdirən ən qısa marşrut olan Orta Dəhliz də Azərbaycan ərazisindən keçir. Lakin Avropa İttifaqı və ABŞ buna qarşı prinsipial mövqe nümayiş etdirməli, yaranmaqda olan strateji tərəfdaşlıqların beynəlxalq hüquqa, qərb dəyərlərinə və prinsiplərinə əsaslanmasını təmin etməlidir. Ən azı onlar Azərbaycan hakimiyyətindən Azərbaycanın qoşulduğu və ratifikasiya etdiyi BMT konvensiyalarında təsbit olunmuş insan hüquqları və əsas azadlıqlara dair öhdəliklərə riayət etməsini
təmin etməlidir. Mən qəti əminəm ki, Əli Kərimli yazır, Azərbaycan xalqına ən elementar hüquq və azadlıqlar verildiyi təqdirdə o ilk fürsətdə ailə hakimiyyətinə əsaslanan avtoritar idarəçiliyə son qoyacaq. Biz 108 il əvvəl əcdadlarımızın qurduğu Şərqdə və bütün müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik irsini bərpa edəcəyik. Rejim də bunu çox yaxşı bilir. Məhz buna görə seçkiləri formal tamaşaya çevirib, dinc toplaşmaq azadlığını qadağan edib və həbsxanaları fərqli düşünən insanlarla doldurub. Azərbaycan xalqı Qərblə daha sıx inteqrasiya istəyir. Lakin bundan da önəmlisi, biz fundamental hüquq və azadlıqlarımızın təmin olunmasını istəyirik. ABŞ və Avropa strateji əməkdaşlığı Azərbaycanın demokratik normalara və beynəlxalq hüquqa əməl etməsi şərti ilə qurulsa, həm bu məqsəddə, həm də daha dərin qərb inteqrasiyasına eyni vaxtda töhfə verə bilər. Hörmətli tamaşaçılar, tanış olduğunuz bu mətn nüfuzlu Project Syndicate adlı fikir mərkəzinin saytında bugün dərc olunub. Bu, Əli Kərimlinin həbsxanadan həyat yoldaşı vasitəsilə diktə etdiyi məqalə idi. Burada səslənilən fikirlərin daha çox auditoriya insana yetişməsi üçün və faydalı olması üçün yayımı bəyənməyinizi, kanala abunə olmağınızı və paylaşmağınızı xahiş edirəm. Sağlıqla qalın.